Salam əfəndim, bugün sizə Google Sheet alətindən istifadə etmək öyrədəcəyik. Bunun üçün nə edirik? Biz Google Chrome-a daxil oluruq. Google Chrome-a daxil olub hesabımıza keçirik və buradakı görünən 9 Drive bölməsinə keçib açılan pəncərədən New bölməsini seçirik və New bölməsindən Google Sheet seçirik. Biz bugün Google Sheet alətini öyrənirik. Bizim işimiz nədir? Bugün şagirdlərin yarım il tədrisi ərzindəki və yaxud da ki bir bütöv tədrisi ərzindəki qiymətlərin çıxarılması prosesidir. Sadə bir cədvəl quraq. Bura nömrə daxil edirik. Bura soyad ad yazırıq. Bura KSG1 yazırıq. Bura KSG2 yazırıq. Bura KSG3 yazırıq. Bura BSG1 yazırıq və burada yazırıq yarım il qiymət. İşimizi sürətləndirək. Bunun üçün ad soyadları daxil etməyəcəyik. Şərti olaraq oranı boş saxlayacaq. Ad soyadlar bölməsini boş saxlayırıq. Fərz edək ki, birinci yarım ildən şagird birinci summativdən 56 alıb, ikinci summativdən 46, üçüncüdən 76 və böyük summativdən deyək ki 65 bal alıb. Yarım il qiymət necə hesablanır? Bilək ki, əgər orada böyük summativ qiymət varsa, yarım il qiymət bu cür hesablanır. Kiçik summativlərin ədəd ortasının 40% vurulur böyük summativin 60%-nə və nəticələr toplanır. Yazırıq, bərabərdir. Biz ədəd orta üçün əvvəlcədən istifadə edirik. Kiçik summativləri daxil edirik. Vururuq 40%-ə üstə gəlirik. Böyük summativi daxil edib vururuq 60%. Və belə bir nəticə aldıq. Bunu yuvarlaqlaşmaq üçün buradan round-up funksiyası var. Round-up funksiyasından istifadə edirik. Formulumuzun əvvəlinə round-up yazırıq və enter düyməsini sıxırıq. Belə bir nəticə almış olduq. Baxın, biz burada əgər qiyməti dəyişsək, yarım il qiyməti avtomatik olaraq dəyişmiş olur. İkinci şagird üçün qiymətlər daxil edirəm. Baxın, burada nə baş verir? Formul təbii ki olmadığına görə qiymət çıxmır. Biz işimizi sürətləndirmək üçün formul daxil etdiyimiz xananın sağ aşağı küncündən aşağıya doğru çəkirik. Baxın, artıq avtomatik olaraq burada yuvarlaqlaşdırılmış bir vəziyyətdə qiymət daxil olmuş olur. Bunlar üçün narahat olmayın, çünki bunların baş verməsinin səbəbi burada qiymətlərin olmamasıdır. Biz bura qiymətlər daxil etdikcə vəziyyət, yarım il qiymətdə vəziyyət dəyişmiş olur. Və artıq bu prosesi bildik. Bunu borderə salaq, yəni cədvələ salaq. Biz bütöv diapazonumuzu seçirik. Borders bölməsindən all borders edirik. Və belə bir şey edə bilərik. Biz qiymətləri rənglərlə vermək üçün fərz edək ki, şagird 3 qiymət alırsa, bu qırmızı rəngdə olsun, 4 alırsa mavi olsun, 5 alırsa yaşıl olsun. Qiymət diapazonu seçilib format əmrindən conditional formatting əmrini seçirəm. Buradan birinci 3-ü daxil etmək üçün 3 nədir? 60-dan kiçik bərabər olan hissələrdir. Less than or equal to, yəni 2-ni və 3-ü hər ikisini mən qırmızı ilə daxil edirəm. Qırmızı ilə verdim. Burada bir dənə 60-dan kiçik vardı, qırmızı verdi. 4 nədir? 61 və 80 aralığında olanlar. Yəni aralıq olduğu üçün buradan between təyin edirəm. Is between təyin edirəm və yazıram ki 60-80 aralığında olanlar mavi ilə olsun. Onlar mavi rənglə göstərildi. Və yaşıl üçün nə edirik? Yaşıl nədir? 81-dən böyük bərabər olanlar. Greater than or equal to və bura 81 daxil edirəm və yaşıl əmrini seçirəm. Yaşıl rəngi seçmiş olur. Okay. Artıq burada yaşıl olmadığı üçün görünmür. Biz bir qiymətlər daxil edək ki, orada yaşıl rəng görünmüş olsun. Baxın, yaşıl rəng görünmüş oldu. Bu bizim cədvəl formamızdır. Biz yarım il balına görə qiymət təyin edə bilərik. Yazıram bura. Əgər buradakı xana böyükdür, bərabərdir 30 olarsa, daxil etsin 2 qiymətini. Əgər buradakı xana böyükdür, bərabərdir 30-dan böyük bərabər olarsa 2 yox, 3 daxil etsin. 60-dan böyük olarsa 4 daxil etsin. Və bütün digər hallarda 5 daxil etsin. Burada bir problem çıxdı. Biz funksiyanı dəyişək, əvvəldən daxil edək. Əgər buradakı qiymət böyük bərabərdir 81 olarsa 5 daxil etsin. Bu qiymət böyük bərabərdir 60 olarsa 4 daxil etsin.
buradakı qiymət böyük bərabərdir 30 olarsa 3 daxil etsin. Bütün digər hallarda isə 2 daxil etsin. Burada qiymət 4 almış oldu. Bunu aşağıya doğru çəkirik və nəticəmiz həqiqətən də düzgün alınmış olur. Baxın, yenidən funksiyanı qeyd edirəm. Əgər bu xanadakı ədəd 81-dən böyük bərabər olarsa, qiymət olaraq 5 versin. 60-dan böyük bərabər olarsa, əslində böyük bərabər yox, böyük götürək. Çünki bərabər halı 63 olur. Bu halda 4 versin. 30-dan böyük bərabər olarsa 3 olsun və bütün digər doğru hallarda isə 2 qiymət. Yəni artıq nə 4 deyil, nə 3 deyil, nə 5 deyil, o zaman 2 olmuş olsun. Bu qiymətlərin də rəngini təyin edə bilərik. Yenə bu hissəni seçirik. Format təminindən format bölməsini seçirik və biz bura tekst olaraq daxil edirik. Çünki mətnimizi tekst kimi qəbul etmişdi. 3 qiymətinə 2 verirəm. Yenidən daxil edib 4 qiymətinə mavi rəng daxil edirəm və yenidən daxil edib 5 qiymətinə yaşıl rəng daxil etmiş oluram. Bu qədər sadə. İzlədiyiniz üçün təşəkkür edirəm.